Qurban müəllim, mən analiz elədim. Bizim sosial şəbəkələrdə boşluğumuz var. Mənim fikrimcə bizə bir targetoloq lazımdır. Kim lazımdır? Targetolog nədir? Targetoloq yəni sosial şəbəkə ilə, media ilə məşğul olan biri. Və sən nə işə baxırsan? Təzə götürməmişəm səni işə. Qurban müəllim, mən marketoloqam. Yəni bunlar tamam ayrı sahələrdir. Dəhşət bilir. Hər bir sözün arxasına log artırıb üstümə gəlir. Marketoloq, targetoloq, uroloq. Bizim mühasiblərə bax. Mühasib. Təsəvvür etsəm mühasiboloq olsaydı. Gülməlidir Allah. Başa düşürəm Qurban müəllim. Amma bu sahə bizə lazımdır axı. Ən azından bu işi bilən, bacaran biri olmalı. YouTube-dan öyrən. Nə yazırsan çıxır. İstənilən bəzi. Elə götür bizim qonşu Cəfər. Cərrahdır. İllərlə də işləyir. YouTube-dan öyrənir. İndi də televizora çıxır. Başa düşmədim Qurban müəllim. Mən indi targetingi YouTube-dan da öyrəneyim. Hə, nə olacaq? Elə olmazsa Cəfər kişinin deyincəsini işləsin. Ay sağ ol. Əla fikirdir. Zəngili öyrən. Sabah işə çıxsın. Belə baxıram Qurban müəllim, elə siz də müdürlüyü deyəsən YouTube-dan öyrənmisiniz. Əlbəttə ki, mən nətər öyrənmişəm. YouTube-da yazdım. Müdür nətər oldu. O da çıxdı, baxdım axıra kimi. Axırda da like qoydum və paylaşdım. Belə fikirləşin. Heç nə. Cəfərin nömrəsini verin danış. Bu istəyirəm.